Birinci sualını gəlin. Dərsin neçə səs var idi? 4. Giriş, hazırlayıcı, əsas tamamlayıcı. Yaxşı, dərsin ən çox vaxt hansına gedirdi? Əsasa. 20-25 dəqiqə. Hansı vaxtlar eyni idi? Giriş və tamamlayıcı 3-5 dəqiqə. Ay, sağ ol. Nurlan, sən mənə de, hazırlayıcı sən vaxtı? 8-10 dəqiqə müəllim. Yaxşı, məşq yükü komponentlərin və hərəkətlərinin intensivliyinin dəqiq bir diapazonda təkrar icrası ilə səciyyələnlərdir. Hansı metoddur? İnterval. İnterval metodu idi. Yaxşı, sinifin yarışacağı komandalar və qrupları müəyyənləşdirirdi. Dərsin hansı hissəsi kimin fəaliyyəti? Hazırlayıcı müəllim. Komandaları müəyyənləşdirir. Əsas müəllim. Ancaq özləri verəcəkdir, ehtiyac yoxdur. Əsas müəllim. Nigar, komandalı fəaliyyət zamanı əməkdaşlıq qururdu. Şagird əsas. Yaxşı, yeniyetmə idmançıların hazırlanmasına ən əlverişli metodu idi, Nigar. Yarış. Yarış, niyə yarış? Yeniyetmə idmançıları, oyun metodu. Yaxşı, Nurlan, emosional və daimdaşın yarış şəraitində hərəkət qabiliyyətlərinin inkişafına əsaslanırdı bu metod. Oyun. Oyun metodu hərəkəti nümayiş etdirirdi, Nigar. Hərəkəti nümayiş etdirirdi müəllimdir. Müəllim, hansı hissələrdə idi? 2 hissədə var idi bu. Hazırlayıcı. Hazırlayıcıda bir də əsas hissədə. Yaxşı, Nurlan, ev tapşırıq verirəm. Tamamlayıcı. Müəllim şagird. Yaxşı, öz nəticəsini təhlil eləyir. Tamamlayıcı şagird fəaliyyət. Yaxşı, fərdi qiymətləndirmə aparıram. Müəllim fəaliyyətidir, əsasdır. Əsas hissədə. Yaxşı, bir sıra metodlardan istifadə edib yeni bir metod yaradırdım və xüsusi hərəkətlərdən istifadə edirdik. Dairəvi. Dairəvi idi. Nigar, məşq yükünün sabit dəyişməyən intensivlikdə uzun müddət icrası idi. Hansı metod idi? Dəyişməyən, rəvan. Sabit dəyişməyən rəvan metodu idi. Hansı hərəkət qabiliyyətə əsasən aid idi bu rəvan metodu? Dözümlük. Dözümlükdə idi. Yaxşı, sərəncam və əmr formasında icra edilən komandalarla Sıra müəyyən olunurdu. Sıra hərəkətləri. Yaxşı, sən mənə de, dönmələr Nurla neçə yerə bölünürdü? 2 yerə. Hansılardır 2 dənə olan? Dönmələr bir şey öldürür. Niyə 2 dənə ki? Boy. Nigar? 5 idi. Dönən görəm. Nigar hansılar idi? Hansılardır? Sağa, sola, yarım sağa, Yarım sola. Ay, sağ geriyə. Nurlan, geriyə dönmə neçə dərəcədə icra olunur? 90 dərəcədə. 180 dərəcədə. 180 dərəcədə. Sağa, sola dönmələr? 90 dərəcədə. Yarım sağa, yarım sola? 45. Yaxşı, sağa dönmə zamanı ayağımızın hansı hissəsi iştirak edir? Sağa dönmə zamanı. Mənim, sağa dönmə. Sol daban, sağ pəncə. Sağa dönürəm. Yox, sağ pəncə, sol daban. Özmədim. Eyni şeydə fırladın, eyni şey dedin. Nigar? Ayağımı yerə tapmıyor, mənim yoxdur yəsidir. Daban, sol pəncədə mən sağa dönəndə. Ay müəllimdən, neçə dəfə demişəm. Hansı istiqamətə dönürsə o tərəfin dabanı həmişə yerdədir da. Nigar, sola dönmədə? Sol daban, sağ pəncə. Ola. Buyurun, mənim. Amma ayağım yerə tapmıyor, yoxdur yəsidir. Nigar da yerə çatmır. Mənimki də çatmır. Bəli. Nə boyumuz var bizim? İndi nədir? İmtahana gedəndə durarsan bir yeriyəsən 2 dəfə. Mən orada ayağımı yerə tapır mənim, bunu deyə biləcəm. Orada da həyəcandan titrətmə eləsən. Ay yoldaşlar, hansı tərəfə dönürsə o tərəfin ayağı həmişə yerdə olur. Yaxşı, sıra hərəkətləri zamanı Nurlan, zal neçə hissəyə bölünürdü? 9. Nigar, düzülüş neçə yerə bölünür? 2. Hansılardır? Cərgə, bir də sıra. Cərgə, bir də sıra. Yaxşı, boynardı düzülüşü Nurlan. Sıra. Çin-çinə. Cərgə. Nə? Çin-çinə. Cərgə. Cərgə. Sıra hərəkətləri Nigar neçə qrupa bölünür? 4. Sıra fəndlər, irəliləmələr, seyrəlmə, sıxlaşma, bir də düzülüş və yerində düzülüş. Ay, sonra irəliləmə, seyrəlmə, sıxlaşma, sıra fəndləri, düzülüş və yenidən düzülüşdə. Yaxşı, Nurlan, sən mənə de. Ayaq döşəmədən 15-20 cm yuxarı qalxırdı. Pəncə irəli dartılırdı.
Hansı? Hansı addımdır? Sıra addımı. Sıra addımı. Sıra addım. Yaxşı, bu komanda ilə Nigar. Ben Şagirdlər. deyək ki, müəllim mən. Yox, qəşəng də gəlir. Bir də mənə donur onda bu. Olar. Yaxşı, Nigar. Şagirdlər müəllimin göstərdiyi sıraya durub əsas duruş vəziyyətindən alır. Hansı komandadaydı? Düzül. Düzül. Yaxşı. Nurlan, ayaqlar, dabanlar bitişik, pəncə bir pəncə enində aralı. Əllər düz, baş sağa doğru istiqamətlənir. Baş sağa doğru istiqamətlənir. Düzlər. Düzləndi. Front nə idi Nurlan? Front müəllim, sıranın baxdığı tərəfdədir. Yaxşı, Nigar. Şagirdlərin baxdığı istiqamət. Front gördüm. İstiqamət nə? Front. İstiqamət nə deyirsiniz? Da dedi. Front. Yaxşı. Nurlan, ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişafına yönəlmiş, icra rejimi əvvəlcədən müəyyən olmuş, ardıcıllığı və intensivliyə müvafiq yerinə yetirən hərəkətlər kompleksi idi. Ayrı hərəkət qabiliyyətləri müəllim. Ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişafına yönəlib. Xüsusi hərəkətlər. Xüsusi hərəkətlərdir. Nigar, orqanizmin ümumi fiziki hazırlığının ayrı-ayrı əzələ qruplarının inkişaf səviyyəsini artırmaq məqsədi ilə istifadə olunurdu. Nigar. Sualı başa düşmədim. Yenidən deyə bilərsiniz. Orqanizmin ümumi fiziki hazırlığının ayrı-ayrı əzələ qruplarının hazırlıq səviyyəsini artırmaq üçün istifadə olunan hərəkətlər idi. Ümumi inkişaf. Ümumi inkişaf. Yax. Nurlan deyir, əzələ qruplarının qızışdırılmaq məqsədi ilə istifadə olunan hansı idi? Hazırlayıcı hərəkətlər. Hazırlayıcı hərəkətlər. Yaxşı, bu metod əsasən yarış qaydalarına riayət etməklə keçirilirdi. Yarış metodu idi. Mənəvi iradi keyfiyyətlərin mənimsənilməsi, hərəkət qabiliyyətlərinin inkişafı bu hansıdır? Necə? Mənəvi iradi keyfiyyətlərin inkişafı, hərəkət qabiliyyətlər. Mənəvi iradi keyfiyyətlər harada mənimsənirdi? Daim dəyişən şəraitdə deyirdi. Mənəvi iradi keyfiyyətlərin mənimsənilməsi, hərəkət qabiliyyətlərinin inkişafı. Nigar. Bu da yarış metodudur. Yarış, müəllim. Yaxşı, sırada və cərgədə irəliləməni təşkil eləyir. Müəllim. Müəllimdir. Təşkili müəllim eləyir. Yaxşı, hansı hissədə? Əsas. Yaxşı, motivasiya qururdu. Dərsdə nəyə keçəcəyini izah eləyirdi. Giriş müəllim. Giriş müəllim fəaliyyəti. Yaxşı, şagird də nə keçiriləcəyini anlayırdı. İrəliləməni hazırlayıcı eləmirdi. Nə dedilər? Əsas deyildi, irəliləmələr hazırlayıcı. Mən də elə fikir vermirəm. Ay müəllimlər, niyə əsas? Sırada və cərgədə irəliləməni təşkil eləyən. Təşkil eləyən müəllim idi. Sıra cərgə nə idi? Hazırlayıcıda olurdu da, əsasda niyə olsun ki? Yaxşı, dərsdə fəaliyyətin planlayırdı. Şagird. Giriş hissədə. Yaxşı, dərsdə nə keçiləcəyini anlayırdı. Da şagirddir da. Şagird, harada? Hazırlayıcı olar yəqin. Hazırlayıcıda bilirdi. Müəllim harada izah elədi nə keçəcəyini? Müəllim girişdə. Girişdə olsa o da girişdə anlayırdı. Mən fəaliyyət planlayırdı siz. Hərəki fəaliyyətini planlayırdı, sonra dedim nə keçəcəyini anlayırdı dərsdə. Ki bu günləri dərsimiz nə olacaq? Qaydanı izah eləyirdi. Müəllim. Harada? Giriş. Girişdə izah eləyir. Girişə. Niyə çaşdırsan özünü? İzahı ancaq harada verirdi? Girişdə verirəm. Mən nə çəbləşim? Yaxşı. Birinci məzmun xəttinin üsul və vasitələri. Sual kimindir? Nurlan desin, opsin sağ verir. Müəllim, elə. Daydı da bir dərsə girsən. Nə deyirəm mən, nə deyirdim mən? Birinci məzmun xəttinin üsul və vasitələri. Yazılış, şifahi, bir də vasitələri. Test. Test datayım, nə mən? Asıl, hə.
Səsim zəif gəldi. Yaxşı. Nigar, hansı məzmun xəttinin üsul və vasitələri eyni idi və hansı idi? 2 ilə 4. Hansılar idi? Bakan sualları göstərməm. Müqayisədə başlayacaq. İndi birinci nədir? Üsulu nə idi? Müşahidə. Müşahidə. Müşahidə eləməsən, müqayisə eləyə bilməzsən. Üsul və vasitə. Müşahidə, müqayisə. Yaxşı. Metodlar hansılardır? Ay Nigar, 2-nin. 2-nin tam hissə isə Tam hissə isə Bəli, düzdür. Tam hissəsi öyrətmə, düzdür. ay sağ ol. Tam hissə isə öyrətmə. 4-də nə idi Ay Nurlan? Müəllim, 4-ün metodu. müəllim, təlqindir, çətinləşdirilmiş şəraitdədir, inandırmadır. Bəli, düzdür. İnandırma, çətinləşdirilmiş şəraitdə. Sonra 3-cü məzmun xəttin üsul və vasitələri Nigar. Qiymətləndirmə üsulu və vasitələri. üsulu, vasitələri də saniyə, metr. Ölçmə, saniyə, metr, dəfə, neçə dəfə dartındı, neçə metrə irəlildi, neçə metr tullandı, dəqiqə də var. Yəni, nələrdən istifadə edirsə, onlardan söhbət gedir. Sonra, sən mənə de, məktəb qaydalarına riayət eləyir, Nurlan. 4-cü məzmun xətti. Qaydalar riayət edirsə 4. Yaxşı. Sonra sürətgüc haqqında məlumat verildi. Nurlan. Birinci məzmun xətti. Yaxşı, 2 dənə sürətgücün Nigar fərqləndirirdi. Sürətgüclə çevikliyi fərqləndirir. Birinci məzmun xətt. Yaxşı, bərpedici hərəkətlərdən istifadə eləyirdi. İkinci məzmun xətti. İkinci məzmun xətti. Yaxşı, komandalı fəaliyyət zamanı öz yerini və rolunu müəyyən eləyirdi. Dördüncü məzmun xətti. Komandalı fəaliyyət zamanı öz yerini və rolunu müəyyən eləməyi. Bəs yaxşı, Nigar, komandalı fəaliyyət zamanı öz potensialını reallaşdırırdı. Bu da 4. Yaxşı, sürət güc nümayiş etdirir. 3. 3-dür. Bərpedici hərəkətlər və relaksiyacı hərəkətlərdən istifadə etməklə tənəffüs tezliyini tənzimləyirdi. 2. İkinci məzmun xətti. Yaxşı. Sürət qabiliyyətinin çeviklik qabiliyyətindən yaxşı olmasını əsaslandırır. Məsəl üçün də elə bir şey. 1. Birinci məzmun xətti. Yaxşı. Komponentləri fərqləndirir. 1. 1. Təkrar və davamlı icra zamanı dözümlülük nümayiş etdirir. 3. 3. Üçüncü məzmun xəttində icra eləyən kim idi? Nə? Üçüncü məzmun xəttində müəllim idi, şagird idi. Şagird müəllim təşkil edir, şagird icra Ay edir. sağ ol. İkinci məzmun xəttində icra eləyən? Müəllimdir. İcra eləyən. Şagird deməlim. Mən mix ilə istifadə edirəm müəllim. Ay müəllimlər, üçüncü məzmun xəttində icra eləyən kim idi? 3-dən şagird müəllim. Şagird icra eləyir, nümayiş etdirən. Daha doğrusu orada icra yox, nümayiş etdirən var. 3-də nümayiş etdirən şagirddir. Çünki hərəkəti mən sıxıb eləyəsi deyiləm ki, normativ verib şagird. İkinci məzmun xəttində nümayiş etdirən? Onda nümayiş etdirən müəllim olur da. Ay sağ ol, orada şagirddir, burada müəllimdir. Yaxşı, icra eləyən kim idi bəs? Onda şagirddir. Orada şagird idi. Yaxşı, özündən nümunə göstərir. Müəllim nümunə göstərir də 4-dür. Şagird də qaydalara deməli riayət eləyir. Yaxşı, frontal düzülüş dərsinin hansı hissəsində olurdu? Hazırlayıcı. Frontal. Front. Şagirdi hansı hissələrdə düzürdük? 1-4. 1-4. Giriş. Tamam. Niyə səsiniz batdı? Cavab verin. Giriş nə? Tamamlayıcı. Qrup fəaliyyəti? Əsas. Əsasən hansı? 2 ilə 4. Sağ olarsan müəllim. Hazırlayıcı. Giriş, əsas hazırlayıcı. Yaxşı. Fizik tərbiyənin neçə forması var?
İki forması var. Hansıdır? Üç forması. Düzdür. İki forması var idi. Dərs, Kənar. dərs səsdən kənar. Məktəbdə neçə forması var? Dərs, xüsusi qruplar, bir də dərsdən kənar. Yaxşı, sən mənə de. Sağlamlıq və onun təminat amilləri, oyunlar, qaydalar haqqında qısa informasiya verirdi. Təhsil səviyyəsinə görə dərs qrupları, fizik tərbiyə qrupları. Hansına aid olar? İbtidai. İbtidaidadır, adi formadır yoxsa xüsusi qruplara zada aiddir? Yox, adidir, xüsusi yox, adi. Ay sağ ol, adi. Adi dərs formasına. Yaxşı, Nurlan, sən mənə de. Dərsin fərdi təşkil olunması hansı hissələrə aiddir? Və harda var bu? Bilməsə Nigar. O da bilməsə də tanında işlə demirəm. Mən bilməm. Nigar. Mən tanıdım. Fərdi nə oldu deməli? Fərdi dərs keçirəm, tək. Fərdi də bu. Kimə aiddir? Dərsin hansı hissəsinə? Nəyə aiddir və ya? Kimlərə aid ola bilər? Xüsusi qruplara. Sağ ol, ay Ruslan müəllim. Staj böyük şeydir deməli, Ruslan müəllim. Deməli, xüsusi qruplara aiddir, fərdi keçirik. Bir də nəyə aiddir? Harda verə bilərəm fərdi? Uşaq harda məşğul olur fərdi? Valideyn imkan versə, evdə. Evdə. Deməli, Evdə mənim şeylər ki, mənim. ev tapşırığı verilir də, ha. Və dərsin tamamlayıcı hissəsində müəllim ev tapşırığı verir. Və onu harda icra eləyəcək? Sesin getdi. Mən ev tapşırığı verəndə nə qarsan? Elşən müəllimlə bir yerdə yazsız, eləmi? Oradan şeye girir, video kayda. Allah müəllim, Elşən müəllimi demişsiniz ki, görüşmüyün, tarafları da getməyin. Getmir, insana. Qoy getməsin. O şeydə Müəllim, şəkərsən mənə tapşırmışam getməsin. Sola baxın, eləməkdəki narxlarım çağır. Yox, çağırmadı, xəbər yoxdur, çağırmadı. Demişəm getməsin heç ora. İndi bu dəqiqə dərs üstünə oturmaq lazım, konkret məşğul olmaq lazımdır. Bəli. Yaddan çıxır. Qoy olsun evində dərsini oxusun. Mən bilmirəm, məşğul deyəməm, bir konkret. Sən də oxu dərsini oxu. Həftə içi konfet daşırsan, həftə sonu da belə şey olmur ha. Mən bir dəqiqə toydan gəlmişəm, Şəkidən gələm Allah'ım. Həmişə toyun orada. Sən pozan Şəkili, ora getsən, dərs qalır. Yaxşı, Nigar, sən mənə de. İdman növlərinin texnik taktik fəaliyyətin təkmilləşdirilməsi dərsin hansı səviyyəsidir? Təkmilləşdirilməsi. Bu o şey cədvəldən deyirsiniz, elə müəllim siz? Təhsil səviyyələri. Təhsil səviyyəsi təkmilləşdirmə tam ortadır da. Tam ortadır, təkmilləşdirirsə tam ortadır. Yaxşı. Nurlan, dən yoxuysan, ay Nurlan. Səhər gimnastikası. Yox, bu yox. Ayrı-ayrı idman növlərinin baza hazırlığının həyata keçirilməsi. Dərsdən kənar deyil. Dərsdən kənardır, qəşəngdir. Yaxşı. Funksional və fiziki qüsurların aradan qaldırılması. Bu xüsusidir. Xüsusidir, haradır, ümumidir, ibtidaidir. İbtidai təhsil səviyyəsi. Yaxşı. Zona yarışlarına qatılmaq, iştirak eləmək. Dərsdən kənar. Hansı? Zonaya çıxır uşaq. Deməli? Tam orta olar. Tam orta. Nurlan, səsin batıb. Mən cədvəldən demişsin, mənimsin. Hədə cavab ver də. Deməli oxumamışam axı, müəllim. Xeyr ola. Nə gözləyirik? Bə nə gözləyirik? Gözləyirik ki, imtahan olsun sonra oxu ya. İmtahandan sonra çıxır Nurlan imtahanı. Niyə düşmür ki? Keçən bir sual vardı. Planla hərəkət alın. Mən xüsusi qruplar düşmüşdə keçərim, müəllim, elə döydüm, müəllim. O mən səhv yazmışdım. Səhv yazmışdın, amma buna görə səhv yazsan da. Onu səhv yazmışdım. O da xüsusi imtahan səhv oluşmuş ki, mən o nəyə dedim, xüsusi qruplar. Daha heç nə də, zay elədin dedim. Sonra kim? Özcan müəllim. Elmir, buradasan? Şuan müəllim, bitdi bizim sualımız da. Bitti. Az oldu ama. Yaxşı oldu. Gələn səfər ən çox bizə sual verər, problem yoxdur. Məncə də. Nətər olacaq? Nətər? Başa düşmədim. Az oldu dedi. Az oldu? Var müəllim, yox, gələn səfər deyib, belə olmasın. Yox, indi olar deyib.
Gələn səfərlik belə olmaz. Yaxşı. Qoz mən öz biləyim istəyəcəm cavab vermədim nəsə. Gələn səfər yaxşı verərəm cavab. İndi bir də gələn səfər nə vaxt olacaq? İnşallah mal gəlməyəndə. Ya da denən. Müəllim, konfetin qiymətini 50 qep qaldırdılar. Bu zaman bu konfeti hara gətirmə bilmirəm. Yaxşı. Video kaydı edirlər. YouTube-da bir dənə nazirlikdən kimsə baxar. Heç də olmaz. Konfet deyirəm. Mən nə deyirəm? Bir yaxda özünə danışırsın. Ne gün 60 manat belə elə. Mən heç də demirəm. O onda kaydı eləmirdim. Çox gözəl addımdır. Mən istəsəm mən istəyirəm istəsəm masada eləsinlər. Yox, masada çox yaxşıdır. Hə, daha da qaldırsınlar tək. Nə olasın? Yaxşı. Özcan müəllim kim qaldı? Özcan Elmir. 2 sertifikasiya. Sonra kim oldu? Rustam müəllim. Rustam müəllimdən kim qalır? Eşən mənim, eşən. Ha, Elşən müəllim. Yaxşı. Özcan müəllim, bu metoddan istifadə eləməklə məşqçi şagird haqqında müəyyən fikrə gələ bilərdi. Müəyyən fikir, yarış. Yox, müəyyən fikrə gəlirdi. Hərəkətlər maksimum intensivdə yerinə yetirilirdi. Bilməsə Elmir deyir. Maksimum intensivlikdə deyirəm. Oyun, yarış, bilmədim. Yadıma gəlmədi, düşmədi. Elmir. Nəzarət metodu mu? Nəzarət metodu. Yaxşı, Elmir mənə deyir. Bu metod daha çox əzələ kütləsinin böyüməsi üçün lazım idi. Hərəkətlər bədən imtina edənə qədər davam edirdi. İmtinaya qədər mi? İmtinaya qədər. Yaxşı. Bu metodda Özcan müəllim istədiyimiz kimi nə isə məqsəd uyğun dəyişirdik. Dəyişkən. Dəyişkən metodu idi. Yaxşı, dərsin məqsədi müvafiq hərəkətlərin, oyunların icrasını təşkil eləyirdi. Dərsin məqsədinə müvafiq. Əsas müəllim. Müəllim fəaliyyəti idi. Yaxşı, komandalı fəaliyyət zamanı əməkdaşlıq qururdu. Şagird. Elmir oyunları, estafetləri, hərəkət qruplarını müəyyənləşdirir. Müəllimdir mən. Müəllim fəaliyyəti hansı hissədə? Giriş. Yaxşı, Özcan müəllim qiymətləndirmənin nəticələrini elan eləyir. Nə idi? Tamam. Giriş nə idi? Müəllim, elə mən də özüm orada qaldım. Hazır komandalı oyunları müəyyənləşdirmək əsasdır müəllim fəaliyyəti. Əsas. Yaxşı, qiymətləndirmənin nəticələri? Tamamlayıcı. Kim? Müəllim. Yaxşı, o nəticəsini təhlil edən kimdir? Təhlil edən şagird. Tamamlayıcı şagird. Yaxşı, sən mənə de, sıra hərəkətdə neçə qrupa bölünür Özcan müəllim? Sıra hərəkətləri. Aha. Seyrəlmələr, sıxlaşmalar olarmı? Hə, seyrəlmə, sıxlaşma, sonra? Seyrəlmə, sıxlaşma, İrəliləmələr, bir də bilmədim. Seyrəlmə, sıxlaşma, irəliləmələr. Düzülüş, yenidən düzülüş. Bir də Nigar başqa nə idi? İrəliləmələr. Seyrəlmə, sıxlaşma, irəliləmə demək, sıra fəndləri. İrəliləmə. Yaxşı, bu komanda ilə deyək ki, müəllim səhv eləyibdir. Hansı komanda verməlidir? Olmadı. Olmadı komandası verməlidir. Yaxşı, Elmir sən mənə de. Bu komanda ilə şagirdlər öz yerini dəyişmədən ayaqları azca qırır dizdən, əlləri sərbəst buraxır. Azad. Azad komandası. Yaxşı, hərəkətlər ifadəsinə görə neçə yerə bölünürdü? Deyək, komandalar daha doğrusu. Komanda ifadəsinə görə neçə yerə bölünür? 2 yerə. Xəbərdar icra. Xəbərdar edici, icra edici. Zəhvliyibsən Özcan müəllim. Elə bu Nurlan daha sənlə çayçıya gedir. Ölçüm mənim başıma. Belə şey olmur. Yox, müəllim. Mən bu aralar oxuyamıram. Ən yazığın adı çıxır. Evimdən hamı çayçı yaparım. Eşən məndən çağır çayçı. İstə mesajı ata bilərəm. O sən apar. Dərsən sonra mesajlar at. Yaxşı. Məşq üçün sabit dəyişməyən intensivlikdə uzun müddətə yerinə yetirilməsi hansı metoddur? Rəvan metoddur. Yaxşı. Sonra məşq üçün fərdiləşdirirdik bu metodda. Hansı metodda var idi? Məşq üçün fərdiləşdirilir. Fərdiləşdirmə? Hə. Elmir.
Antrans müəllim, nə bilim. Fərdiləşdirmə. Fərd də keçə bilərdik. Dairə metodda var idi də. Yaxşı, bu metodda məqsəd hərəkət zamanı yox, hərəkət arası fasilədə şagird imtina eləyirdi. İnterval metodu idi. Yaxşı, interval nə qədər olmalı idi? 1 3 15 30 belə. 15 30. Yaxşı, motivasiya verirdi. Dərsin hansı hissəsi kimin fəaliyyəti? Giriş müəllim. Yaxşı, hərəkətlərin icra ardıcıllığını müəyyən eləyirdi. İcra ardıcılığı mən şagird, giriş şagird. Hazırlayıcı. İcra ardıcıllığı. Hazırlayıcı. Hə. Şagird. Yaxşı. Şagird. Hərəkət fəaliyyətini qaydalar çərçivəsində qurur Elmir. Hazırlayıcı. Yaxşı. Geriyə dönmə zamanı, düzdür. Hazırlayıcı. Kimin fəaliyyətidir? Şagird. Şagirdin fəaliyyətidir. Yaxşı. Geriyə dönmə zamanı ayaqların hansı hissəsi iştirak edir? Ağır qara düşür. Sol daban, sağ pəncə. Sol daban, sağ pəncə. Yaxşı, sonra seyrəlmə nə idi? Məsafə verirlər də. Uzaqlaşmalı, məsafə. Ara məsafəsinin genişlənməsi. Genişlənməsi. Yaxşı. Bu komanda ilə şagirdlər sərbəst fəaliyyət üçün dağılırdı. Dağılış. Yaxşı, dönmələr neçə cürdür? 5. 5 sağa, sola, geriyə, yarım sağa, yarım sola. Yaxşı, yarım sağa, yarım sola neçə dərəcədə icra edilirdi? 45. Yaxşı, dərsin məqsədini reallaşdırmaq üçün istifadə olunan hərəkətlər qrupu idi. Əsas hərəkətlər. Əsas hərəkətlər, mürəkkəb quruluşlu hərəkətlərin icra üsulu mənimsənilməsi, köməkçi, sərəncam və əmr formasında icra edilən hərəkətləri müəyyən edilir. Sıra hərəkətləri, yaxşı, hərəki qabiliyyətlərin inkişaf dinamikasını qiymətləndirmək üçün istifadə olunan hərəkətlər idi. Qiymətləndirmə hərəkətləri, ayrı-ayrı hərəki qabiliyyətlərin icra üsulunun mənimsənilməsi, hərəkətlərin inkişaf etdirilməsi üçün istifadə olunan hərəkətlər idi. Əvvəlcədən müəyyən edilirdi. Hərəki qabiliyyətlərin inkişafı. Xüsusi hərəkətlər idi. Əzələ qrupunun qızışdırılmaq məqsədi ilə istifadə olunan hərəkətlər idi. Hazırlayıcı. Yaxşı, sıra hərəkətləri zal neçə hissəyə bölünürdü? 9. Şərt olaraq 9 istiqamətə bölünür. Birinci zona hara düşür? Ortaya, tən ortaya. Tən ortaya düşür, mərkəzə. Qəşəng. Yaxşı, sırada birinci irəliləyən şagird? İstiqamətçi. Elmir, himn zamanı, himn oxunan zaman şagird hansı vəziyyətdə olmalıdır? Əsas duruş vəziyyəti. Müəllim də şagird də əsas duruş vəziyyətində olmalıdır. Hazırlayıcı sən vaxtı özün müəllim? 8-10 dəqiqə. Yaxşı, bərpədici hərəkətlərdən istifadə eləyir? Şagird, tamamlayıcı. Yaxşı, Elmir, qaçış və yeriş hərəkətlərinin müxtəlifliyindən istifadə eləyir. Müəllimdir mənim, Harda? hazırlayıcı. Qəşəng, hazırlayıcı hissədə. Yaxşı, sonra nə oldu? Sonra buradan yenə sol vermək istəyirəm sizə. Emosionallıq və daim dəyişən yarı şəraitin hərəki qabiliyyətlərinin inkişafı. Oyun. Hərəki qabiliyyətlərin, daha doğrusu hərəkət texnikasının təkmilləşdirilməsi hansı metodu idi? Təkmilləşdirilməsi. Aha. Təkrar. Yox, o təkrar yox. Hərəkət texnikası təkmilləşdirilirsə, təkrar metoddur. Yaxşı. Salam Elşən müəllim, Allah şəfanızı versin. Nə yox? Şükür. Sağ olun, müəllim. Allah şəfa versin, müəllim, Allah şəfa versin. Sağ olun, sağ olun, sağ olun. Kefli yoxladınız yoxsa yox? Axırda yoxladınız. Yoxlamışıq. Sizə Sən cavab bölgəsi verərəm, baxarsınız. Heç nə, problem yoxdur. Axırda yoxlayarım. Olar. Hı. Yaxşı, sonra... İşte bir yardım göstər, Elmir. Mən Məzmun xətti. məzmun xəttlərinə açıq baxmamışam. Yəni, tibbi yardım göstərmək fəaliyyətlə bağlıca kişidir də, yoxsa? Ay, sağ ol. Keçən il 82 yığıbsan, neysən? Mən dərsə baxım deyə bir şey olmamalıdır səndə.
Sən dedim cavab verməlisən. Paradan da olur da ha. İlk Yaxşı. kirpi keçmişik ki müəllim biz. Hə? İlk kirpi keçmişik ki biz. Yox, İlk tibbi yardım göstərir. Dərsin hansı məzmun xəttinə aiddir? Onu soruşuram. Hasar, hərəkət vəzəfi vermişlər. İkinci. Özcan müəllim, məzmun xətlərimizi bir dənə say. İnformasiya təminatı nəzəri biliklər, hərəki bazarlıq vərdişlər, hərəki qabiliyyətlər və şəxsiyyətin mənəvi iradi xüsusiyyətlər. Yaxşı, sən mənə de. Müxtəlif idman növlərində, Özcan müəllim, müxtəlif idman növlərində taktiki texniki fəaliyyət zamanı öz potensialını reallaşdırır. Potensial dördüncü məzmun. Yox, taktika texnika varsa, Taktika hərəki bazarlıq vərdişlər. hərəki bacarıq və vərdişlər ikinci məzmun xətti. Yaxşı, eləcə olsaydı ki, komandalı fəaliyyət zamanı öz potensialını reallaşdırır Elmir. Potensialı dördüncü Ay məzmun. sağ ol, bu ücret 4-dür. Yaxşı, Elmir, təkrar və davamlı icra zamanı dözümlüyü nümayiş etdirir. 3. Sadə və özünün müdafiə hərəkətlərini yerinə yetirir. Özcan müəllim. İkinci məzmun xətti. İkinci məzmun xəttidir. Yaxşı, deyək ki, bədən əlmə qabiliyyətindəki statik dinamiklə çeviklik qabiliyyətindəki statik dinamiki Bir. fərqləndirir. Orada mı? Fərqləndirirsə şey tamam. O, bu gözü deyim də. Birinci, fərqləndirirsə 1 idi, açar söz. Yaxşı, qiymətləndirmə vasitəsi 1-in. Of, elə olur yadımdan çıxarayım mən. Üsullar. Qiymətləndirmə üsulu. Yox, bir deyil. Birincinin Hə. Yazılı zal. yazılı şifahi. Yazılı şifahi ünvan vasitəsi nə olacaq? Nələrdən istifadə ediyor da? Testdir, sualdır, cavabdır. Yaxşı, metodlar nə olacaqdır? Söz imtina yox. Söz yəni Söz izah. Film, diaqram. Bunlardan istifadə olunur. Qiymətləndirmə vasitəsi 2-nin Özcan müəllim. Usul. Vasitəsi. Elə ikisi nədir? Vasitəsi şey deməm, müqayisədir. Deməli, üsul nə olacaq? Müşahidə. Müşahidə eləməsi, müqayisə elə bilməsi. Nə. Ona görə sən mənə de, vətənpərvərlik hisslərinin formalaşdırılması haqqında bilik nümayiş etdirir. Bilik nümayiş etdirir, şey deməm. Bilik nümayiş etdirmək. Bazarlıq vərdişlər. 2. Niyə? Bilik nümayiş etdirir. Bilir. Haqqında danışır. Bir. Yaxşı. Mən desəm ki, Elmir vətənpərvərdir. Dördüncü məzmun xətti. Bu xarakter xasiyyətdir. Ümumçap və hazırlayıcı hərəkətləri inkişafı nəzərdə tutan hərəki qabiliyyətlər müvafiq seçirdi. Ümumçap və hazırlayıcı hərəkətlər nə olar? İkinci məzmun xətti. Ay sağ ol, resursdur çünki. Yaxşı. Məhdud vaxt intervalına maksimum qüvvə sərf edərək sürət güc qabiliyyət nümayiş etdirir. Sürət güc üçüncü məzmun xətti. Üçüncü məzmun xətti. Yaxşı, təqdir edici ünsiyyət nümayiş etdirir. Ünsiyyət isə 4-dür. Ünsiyyət isə 4-dür. Birgə hərəki fəaliyyət zamanı əməkdaşlıq nümayiş etdirir. 4. Bu da 4-dür. Yaxşı, ən rahatı 2 deyil, 4-dür. Bircə 4-lə, daha doğrusu 3-lə 4-dür. 3-dən. Yaxşı. Estafetlərdə, komandalı estafetlərdə iştirak edirəm. 2. 2-dir. Yaxşı. Hərəki qabiliyyət haqqında məlumat versəm Elmir? 1. Hə, Elnur mən. Baş. Yaxşı, dərsin fərdi forması. Kimlərə aid idi? Fərdi forması. Fərdi, bəli. Fərdi mən xüsusi qrup. Fərdi xüsusi qruplara bir də F tapşırıq zamanı istifadə edə bilərik. Frontal forma. Frontal öyrənmişdim. Frontal deyil. Hansı? 1-4. 1-4. Hər dəfə gəlir usta mənim oradan desin. Ofdir. Diqqətlə qulaq asmaq lazım. Axsaqda, stajlı müəllimi yorulsunuz. Yox, qulaq asmaq lazım ki, bir-birdən öyrənəyin də. Bəli. Cavab verin də. Sağ ol, hayırlısı müəllim. Müəllim hər dəfə yorulsunuz. İndi siz cavab verəməyənə kim cavab verəcək? Usta müəllim.
Heç kim. Müəllimlər maşallah hamısı. Oyun zamanı komanda yoldaşlarının səmərəli fəaliyyət üçün şərait yaradır. 4. Qəşəng 4. İndi buraların hamısı öz zanındır. Elmiri buralara verməmişdim. Yaxşı. Sağlamlıq, möhkəmləndirməsi, hərəkətlər, idman oyunları, icra usulu, hərəki qabiliyyətlər haqqında biliklər verilməsi. İnformasiya- Nəzəri biliklər. Çəmənə təhsil səviyyəsinə görə. Neçənci təhsil səviyyəsinə aiddir? Hansı təhsil səviyyəsi? İbtidaidir, ümumi ortadır, tam ortadır. Bir də təzədən məzəmət. Sağlamlığın möhkəmləndirilməsi, hərəkətlər, idman oyunları, icra üsullarının, hərəki qabiliyyətlərinin haqqında informasiya verir. Birinci idi mən. Nə? İbtidai? Yox, ibtidainin açar söz nə idi? Qısa informasiya verirdi. Burada qısa vermədim axı. Ümumi Ümumi orta. Tam orta. Açar söz nə idi? Təkmilləşmə. Təkmilləşmə yoxdur axı burada. Təkmilləşmə varsa, Baxda sözləri necə idi mənim onların? birincidə məsələn qısa informasiya vermək ibtidai təhsil aid idi. Ümumi ortada sadəcə məlumat verirdi, özü də çox məlumat verirdi. Bu uşaq 5-dən 9-a qədər indi hansındasısa. Tam ortada 10-11-dir. Burada daha nə keçirsə onu təkmilləşdirir 2 il ərzində. Aha. Bütün fənlərdə elədi onsuz da. Həmişə deyirlər ki, 5-ci sinif bazadır. Bazanı qoyurdu 5-də, digər fənlər deyirəm ha. Bizdə məsələn hərəki qabiliyyətin bazası harda qoyulurdu? Hardan başlayırdı şagird hərəki qabiliyyətin? İbtidai. İbtidai təhsil səviyyəsindən başlayırdı. Yaxşı. Təkmilləşdirirdi harda olacaq deməli? Tam ortada mən. Tam ortada olacaqdı. Yaxşı. Şagirdlə ünsiyyəti formalaşdırırdıq. Ünsiyyət formalaşdırdı. Ünsiyyət. Şagird harda bir-birinə danışmağa macal tapır. Fizik tərbiyə dərsində. İbtidai təhsil səviyyəsinə aid olar deməli. Çünki o dərslərdə nədir? Uşaq bölünəçinə sual verən ki, müəllim oradan qışqırır. Abala sakit dur, dərs keçirəm. Olmaz. Amma fizik tərbiyə dərsi bunun üçün daha rahatdır. Ona görə zala girəndə hamı qışqırır. Bizdə heç nə deyə bilmirik çünki uşaqdır. Enerjisini atmalıdır. Yaxşı. Oyunlar, xüsusi seçilmiş hərəkətlər vasitəsilə ümumi fiziki hazırlığın təmin edilməsi. Xüsusi seçilmiş hərəkətlər varsa, Tam ortadır. yox, xüsusi seçilmiş hərəkətlər. Kimlərə aiddir bu? Dərsdən kənar deyil bu. Qəşəng. Dərsdən kənar yox. Xüsusi qrup. İbtidai təhsil etdi. Hə, dərsdən kənar ibtidai hədəf deyil. Yaxşı, fiziki qüsurların aradan qaldırılması. Mən şey deməm. Nə? Xüsusidə ibtidai təhsil idi o da. Şey deməm. Xüsusi qruplar. Xüsusi qruplar. Sağ ol Eşəm. Əla. İyundan sonra çayçılar sənindir. Nurlan deyirəm, qoyma getsin. Bax, belə yaxşıdır. İndi gələk Eşəm müəllimə. Görək təriflərimiz tərsin olmayacaq. Elmir, sən şeylər öyrənərsən? Təhsiyəm mən, yoxsa? Yox, sən müəllimə. Mən də cədvəli öyrənməmişəm, öyrənəcəm. Hə, cədvəl bilmirsən. Bir də qarışdırırsan məzmun xətlərini. Yaxşı öyrən. Videosunu da atmışlar, videosuna bax. Başım var olsun. Baş. Kameranın səsi bağlaya bilərsiniz. Eşən mənim, Ruslan mənim. Sizədir sualım. Hansından başlayırıq? Elə məzmun xətlərindən? Nədən gəldi? Neçə məlumatdan çıxma. Elçin müəllim deyir, mən bu günləri ancaq dinləyəcəyəm. Eşən mənim yaxşı gəldi, bax. Bakı yəni mən ona görə takip verəm. Bu əlimdə də Hə, müəllim, narahat olma. Hərəkətsiz, axıda gələr. Ruslan müəllim, Asota tələsdir o. Asotadır. Ay, Bakıdadır, asosat yox. Elə? Davam eləyə, ay müəllimlər. Fikrimizi yayındırmırıq. Başlayırıq. Yaxşı, Ruslan müəllim, birinci sual sənin. Fərdi qiymətləndirmə aparır. Müəllim tamamlayıcı hissədir. Fərdi qiymətləndirmə. Əsas hissədir. Əsas hissədə. Yaxşı, Eşən müəllim. Sinifin yarışacaq komandaları və qrupları müəyyən eləyirdi. Müəyyən eləyirsə, müəllim idi. Əsas hissədə.
Əsas hissədə müəllim. Yaxşı. Sonra siz mənə deyin. Dərsdə fəaliyyətini planlayır. Dərsdə fəaliyyətlər. Şagird. Harda? Giriş hissədə. Giriş hissədə şagird. Qaydanı izah eləyir. Motivasiya verir. Müəllim. Giriş hissədə. Müəllim giriş hissədə. Yaxşı, şagird əsas hissə, dərsin əsas hissəsində nə keçirəcəyini anlayırdı. Anlayırsa şeylərdir. Giriş hissədə şagird. Yaxşı. Dərsin neçə hissəsi var idi? Dərsin 4. Yaxşı, dərsin ən çox vaxt dərsin hansı hissəsinə aid idi? əsas hissəsində, əsasda 20-25 dəqiqə. 20-25 dəqiqə. Yaxşı, bu metod Elşən müəllim bir sıra metodlardan istifadə etməklə yeni bir metod yaradırdıq. Xüsusi seçilmiş hərəkətlər kompleksindən istifadə edirik. Sıra hərəkətləri. Yox, metod. Dairə metod. Dairə metoddur. Yaxşı, məşq yükü komponentlərinin və hərəkətlərin intensivliyinin dəqiq bir diapazonda təkrar icrası. İnterval metoddur. Yeniyetmə idmançının hazırlanmasının ən əlverişli metoduydu. Oyun. Oyun metodu. Yeniyetmə idmançılar oynayır da. Yaxşı, emosional və daim dəyişən yarış şəraitində hərəkət qabiliyyətlərinin inkişafına əsaslanır. Bu da oyun metoduydu. Emosionallar kimlər idi? Yarış gördük. Niyə ki? Emosionallıq idi. Emosionallıq varsa oyunduz. O da emosionallıq var idi. Yaxşı. Mənəvi iradi keyfiyyətlərin inkişafı, taktiki bacarıq və vərdişlərin təkmilləşdirilməsinin əsas metoduydu. Rəvan. Mənəvi iradi keyfiyyətlər. Təkrar. Mənəvi iradi keyfiyyətlər. Taktiki bacarıq vərdişlər, mənəvi iradi keyfiyyətlər. Yarış. Deməli, emosionallar kimlərdir? Yeniyetmələr. Yeniyetmələr hansı metoddan inkişaf etdirilirdi? Oyun metodundan. Taktiki bacarıq və vərdişlər, bunlar da hardaydı? Mənəvi iradi keyfiyyətlər. Bunlar da inkişaf etdirilirdi yarış metodunda. Yaxşı. Metodun rejimi 3 tempdə aparılırdı. Yüngülləşdirmə, ağırlaşdırma, orta temp. Kontrast metodu. Yaxşı. Elşən müəllim, bu metoddan istifadə etməklə məşqçi bilir ki, şagirdi nəyə qadirdir? Yarış dölüydü o. Nəzarət metodu. Yaxşı, bu hərəkət, bu metodda hərəkətlər yüksək intensivdə yerinə yetirilirdi. Nəzarət. Yüksək, orada maksimumdur. Yüksək. İnterval. Yarış. İnterval demiş Elşən müəllim. İnterval nə qədər olmalı idi maksimum? İnterval maksimum 15-30 saniyə. 15-30, 1-3 dəqiqə. Deməli, maksimum 1-3 dəqiqə ola bilər. Yaxşı, hansı metoddur ki, interval orada sadəcə də şagirdin orqanizmi bərpa olacağı qədər olurdu? İnterval metodu. Yox, intervalda vaxtı var axı. 3 dəqiqədən artıq olmasın. İstəyirsən yorğunluğunu çıxma. Təkrar metoddaydı. Yaxşı, xüsusi dözümlüyün inkişafında istifadə olunan metodlar? İnterval. Xüsusi dözümlükdə bir interval opsi? O da təkrar deyilməm. Yox. Dəyişkən idi. Yaxşı, o hansı metod idi ki, deyirdi ki, bu metod yəni yeni başlayan idmançılar üçündür. Bu hərəkətlər tempi tez-tez azaldıb artırırıq deyə şagirdlərdə dəyişkən metodu idi. Sağ ol, Rüstəm mənim. Əla. Yaxşı, sonra nə qaldı? Resuslar. Bursa mənim yaralı yeri. Dərsin məqsədini reallaşdırmaq üçün istifadə olunacaq. İcra üsullarının öyrədilməsi, təkmilləşdirilməsi, hərəkət qabiliyyətlərinin inkişafına yönəlmiş hərəkətlər kompleksi idi. Ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişafına yönəlmiş, icra rejimi əvvəlcədən müəyyən edilmiş. Xüsusi hərəkətlər. Hərəkətlər demirəm. Xüsusi hərəkətlər. Hərəkətlər.
dərsin məqsədini demişdinizsə, o birisi də əsas hərəkətlər. Dərsin məqsədi hardaydı? Əsasda. Ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişafı. Bu ikisində də hərəkət qabiliyyətləri inkişaf etdirilir. Xüsusi hərəkətlərdə sırf ayrı-ayrı hərəkət qabiliyyətləri inkişaf etdirə bilərsən. Dərsin əsas hissəsində dərsin məqsədi deyirsə, o da əsas hissədir. Yaxşı, çətin, mürəkkəb quruluşlu hərəkətlərin icrasının öyrədilməsi məqsədi ilə istifadə olunan hərəkətlər idi. Köməkçi hərəkətlər. Köməkçi hərəkətlər. Əzələ qruplarının qızışdırılması məqsədi ilə istifadə olunan hərəkətlər. Hazırlayıcı. Yaxşı, əmr və sərəncam formasında icra olunurdu. Sıra hərəkətləri. Sıra hərəkətləri. Orqanizmin bərpasına yönəlmiş tənəffüs hərəkətləri idi. Bərpa edici, relaks edici. Bərpa edici, relaks edici hərəkətlər. Yaxşı, hərəkət qabiliyyətlərin inkişaf dinamikasını qiymətləndirmək üçün istifadə olunan hərəkətlər idi. Qiymətləndirmə test. Bəli, normativlər, GSG, BSG, onların normativləri, diaqnostik normativləri, bunlar daxildir. Zal neçə hissəyə bölünürdü? 9, 3 hissəyə bölünürdü. Yaxşı, cərgə nədir? Nə? Cərgə nədir? Cərgə şeyində cərgə düzülüş. Yan-yana düzülüş. Yaxşı, əzələ qrupunun qızışdırılması məqsədi ilə istifadə olunan hərəkətlər idi. Hazırlayıcı. Hazırlayıcı. Əzələ qruplarının, ayrı-ayrı əzələ qruplarının inkişafına yönəlmiş hərəkətlər idi və ya inkişafını artırmaq, eyni şeydir onsuz da. Ümumi inkişaf. Qəşəng. Ümumi inkişaf. Super Ruslan müəllim. Yaxşı, düzülüş neçə yerə bölünür? Düzülüş. Sıra, cərgə. Sıra cərgə. Şagirdlərin boyunları düzülüşü? Sıra. Cərgə harda olur? Məsafə harda olurdu? Şeydə. Sırada. Sırada məsafə idi. Cərgədə? Düzülüş. İnterval idi. Düzülüş nədir? Düzülüş onsuz da 2 yerə bölünür də. İstiqamətçi kim idi? İstiqamətçi şey. Birinci duran. Birinci duran. Girdin zala, uşaqların düzlüğün sayını bilmirsən, nə etməlisən? Sıra say. Sıra ilə say. Hardan başlayıb harda bitməlidir? Birincidə başlayır, axırda qurtarmalıdır. Axırıncıda çıxıb gəl demək ki, say qurtardı. İndi soldan sağa, sağdan sola. Sağdan sola. Sağdan sola. Sağdan sola. Sağdan sola doğru gəlir. Çünki baş sola doğru istiqamətlənir. Deməli ondan sonrakına verir də. Sağdan sola gəlir. Düzləndə baş hara doğru istiqamətlənirdi? Nətər? Düzlən komandasında baş hara doğru istiqamətlənirdi? Düzlən komandasında birinci durana tərəf. Yaxşı, dönmələr zamanı, dönmələr neçə sayda icra edilir? 5 sayda. Yox, dönmələr neçə qrupa bölünür demirəm. Dönmələr 5 yerə bölünürdü. Sağa sola, geriyə, yarım sola. 2 say verməli idin də. Yox, ifadəni demirəm. Qatdıq, ay müəllimlər, qatdıq. Bax, dönmələr 2 sayda verilir. Deyirik, sağa dön, 1, 2. Bunu deyir, ayağın düzəldirməsi üçün verilir. Sola dön, 1, 2. Dönmələrin özü 5 yerə bölünürdü. Sağa, sola, geriyə, yarım sağa, yarım sola. Bunu da bildik. Dönmələr, komandalar ifadəsinə görə 2 yerə bölünür. Hansılaydı? Xəbərdar İcra edici. Yaxşı, deyirəm məsələn, sağa. Bu indi xəbərdar edicidir, icra edici. Xəbərdar edici. Yaxşı, deyirəm ki, uşaqlar, sürətli olmaq üçün nə lazımdır? Bu dərsin hansı hissəsinə aid olar? Giriş, motivasiya verirəm. Motivasiya. Şagirdlər bəli, fikirləşirlər görə nədir bu? Nə lazımdır bizə? Yaxşı, geriyə dönmə zamanı ayaqlar ağrıqara düşür. Geriyə dönmə zamanı sol ayağa. Sol taban, Sol taban, sağ pəncə. sol taban, sağ pəncə. Yaxşı, geriyə dönmə neçə dərəcə buzaq altında yerinə yetirilirdi? 180. 180 dərəcə. Yaxşı. 45 dərəcədə sən yarım sağa idi, mən biləni. Bəli, yarım sağa, yarım sola 45 dərəcə icra olunur. Sonra siz mənə deyin, bax, azad komandasında gedirik. Sadə yeririk də, irəliləyirik. Adi addımla və ya bu nə deyir, səfər addımla. Biz sıra addımına hansı komanda ilə keçirik? Fərağatda. Qəşəng, fərağat komandasına keçirik. Yaxşı, siz mənə deyin, qiymətləndirmə üsulu 2-nin. Qiymətləndirmə üsulu 2-nin. Müşahidə, müqayisə. Birin nə idi bəs? Birinci.
sual da var. Yazılış vahidi. Yazılış var. Bir de Test. test sual Test da var. sual cavab olmalıdır. Birdə. Test, Test sual, sual. cavab. Yaxşı. Mübarizlik, inam hissi və vətənpərvərlik tərbiyəsi haqqında məlumat verirdim. Məlumat verirsə ikinci məzmun xətti. Yaxşı, mən deyirəm bu şagird mübarizdir, cəsarətlidir, inam hissi var. Neçənci məzmun? Yenə 4. ikinci. Xarakter, xasiyyət, inam hissi var. Şagird inamlıdır, cəsarətlidir. 4. Hə. Yaxşı, orqanizmin müxtəlif funksional sistemlərini möhkəmləndirən vasitələr tətbiq eləyir. Tətbiq edilirsə şeydədir da o 2-də. Yaxşı, məktəb qaydalarına riayət eləyir. Riayət elirsə 2-də idi o da məndə məncə. Niyə? Məktəb. Qaydalara riayət eləməyi. Riayət eləmək şeydə hətta 4-cü məzmun. 4-cü. Xarakter, xasiyyət deyil. Yaxşı. Oyun zamanı öz fəaliyyətini Ruslan müəllim mövcud qaydalar çərçivəsində yoldaşlarının fəaliyyəti ilə uzlaşdırır. O 4-cü məzmun. Qəşəng 4-dür. Yaxşı. Şagird təqdiredici ünsiyyət nümayiş etdirir. nümayiş etdirirsə birinci məzmun xətti. Nümayiş etdirən açar söz var idi müəllim. 4. Nə nümayiş etdir? Təqdiredici ünsiyyət. Uşağa sual versən, ha bala, adın nədir deyir ha. Bu eşşəkdir deməli bu uşaq. Eləsə var, sual versən bəli, xeyr ilə danışır. Nümayiş 4-də də var. Nümayiş 4-də də var. 50 dəfə demişəm. Nümayişlə açar sözü götürməyin. Nümayiş nədir? Göstərmək deməkdir. Nəsə göstərirəm. 4 məzmun xəttində hər şeyi göstərə bilərəm də 4-də də. Nəsə göstərmək olur. Deməli, 4-cü məzmun xəttində təqdiredici ünsiyyət nümayiş etdirirəmsə, 4-cü məzmun xətti olar da. Yəni mən bəli, xeyirlə danışıram, içəri girəndə qapını döyürəm. Etik qaydalar gedir. Onlar nə gedir? Epik mi, etik mi qaydalar deyirlər. Onları nümayiş etdirmək. Yaxşı. Dərsin hissələri haqqında məlumat verirəm, informasiya verirəm. Müəllim giriş hissədə. Yaxşı, o haqda fikrini əsaslandırır. Dərsin məzmun xətti. Məzmun xətti. Əsaslandırırsa, dərsin hissələri haqqında biliyini əsaslandırır. Birinci məzmun xətti. Birinci məzmun xəttidir. Yaxşı, müxtəlif idman növlərində taktiki texniki fəaliyyət zamanı öz potensialını reallaşdırır. O taktiki şeydirsə ikinci məzmun xəttidir. O birisində isə üçün dördüncü məzmun xəttidir. Eləcə öz potensialını, komandalı fəaliyyət zamanı öz potensialını reallaşdırsa, dördüncü məzmun xəttidir. Yaxşı. Zədələnmələr və funksional pozuntular zamanı ilk tibbi yardım qaydaları haqqında məlumat verir. İkinci məzmun xətti. Yaxşı, ilk tibbi yardım qaydası göstərsəydi, ekstremal şəraitlərdə. İkinci məzmun xətti. İkinci. Şagird. Nə oldu o yolda? Mənim ikisi də ikinci oldu. Necə dedin? Yo, haqqında məlumat verdi, 1 idi. İlk tibbi yardım göstərirsə 2-dir. Göstərir. Bacarmaq da. Yaxşı, müxtəlif qüvvə növlərinin normativlərə uyğun nümayiş etdirir. İkinci məzmun xətti ölüdür. 3-dür. Qüvvə. Yaxşı, təhlil əsasında özünü hərəkət fəaliyyətinə korreksiyalar aparılır. Korreksiyalar aparılır da 4-cü, qamətin korreksiyasına çalışır. Çalışırsa bu Qamətin korreksiyası. Qaməti düzəltməyə çalışır. Ola bilər ki, belində əyrilik var. Neçə oldu? İkinci məzmun xəttidir. Təmkinli şagirddir. Dördüncü məzmun. Mübarizdir. dördüncü məzmun. 4. Oyun zamanı öz fəaliyyətini komandasının fəaliyyəti ilə uzlaşdırır. 4. 4. Yaxşı. Oyun zamanı komanda yoldaşlarının səmərəli fəaliyyət üçün şərait yaradır. Şərait yaradırsa 2-dir da bu. O da 4. Niyə şərait yaradır, o da qol vursun. Məsələn, futbol oynayır. Deməli, ona dəstək olur, kömək eləyir. Deməli, xeyirxah şagirddir də. Çox pis şagird. Köməyə ehtiyacı var mı? O qaqadır, qaqadır. Opisinə kömək eləyir də, nə pis ki. Əməkdaşlıq qurursa onda 3-cü məzmun. Niyə? Əməkdaşlıq deyə bir hərəkət qabiliyyətimiz var. Yox, hərəkət var.
Hə, əməkdaşlıq qurursa deməli necə olar? 4. Birgə hərəkət fəaliyyət zamanı əməkdaşlıq qurur. Sağ ol Nurlan, 4. Yaxşı. Fiziki tərbiyənin tədrisi formaları neçə dənədir? 2 cür olur da. Tədrisi, keçirilmə 3 forması. dənə. Hə, hansı dənə? 3 dənə. Xüsusi qruplar, bir də dərsdən kənar məncə. Yaxşı. Qruplar kimə aiddir? Qrup forması, dərsin qrup forması. Yox, nəyə qaçdırır? Tədrisi forması deyirəm. Tədrisin forması frontal, Ay qrup sağ ol. bədi. Keçirilmə forması 3 dənədir. Məktəbdə fizik tərbiyənin formaları bu da 3-dür. Qatmayın. Tədrisi forması deyəndə frontal qrup, fərdi. O da 3 dənə də mənim. Hətta nəticədə qarşılaşsaq opsin deyirsiniz. Hə. Deməli, Mən dedim, mən qrup, hə, da siz qatdınız. Bəli. Ruslan Məmsaq. Yaxşı, siz mənə deyin, qrup forması dərsin hansı hissəsinə aiddir? 2-ci, 3-cü. 2-3 qrupla. Yaxşı, deyirəm ki, ayrı-ayrı idman növlərinin baza fiziki hazırlığının formalaşdırılması. O ibtidai Yox, yazda deyəcək. Neçə oldu? İbtidaidir. İbtidaidir. Baza Hərəki qabiliyyətlərin baza inkişafının yerinə yetirilməsi ibtidaidir. Bu, idman oyunlarının bazası. Harada qoyuram? ümumi ortada Ümumi ortada, hara? dərsdən kənar. Dərsdən kənar, yaxşı. Məsələn, hansı idman növünə geçsən, orada onun şeyini gəlir də. Xüsusi baza fizik hazırlıq, bazasını qoyur. Yaxşı, idman növlərinə tatbiq texnik fəaliyyət zamanı fəaliyyətini təkmilləşdirirdi. Bu tam ortadır. Tam ortadır. Hərəki qabiliyyətlərin dərsdən kənar niyə ki? Adi forma niyə olmasa dərs forması? 10-11-ci siniflərə aid. Bəli, bəli. Yaxşı. Ayrı-ayrı hərəki qabiliyyətlərin yox ya da bu yox. Klublarda, müxtəlif idman bölmələrində fəaliyyət, rayon zona yarışlarında iştirak. Tam orta dərsdən kənar. Tam orta, dərsdən kənar. Yaxşı. Hərəki qabiliyyətlərin planlı inkişafının təmin edilməsi. O ümumi ortadır da mənim. Ümumi orta hansı formaya aiddir? Dərsə, dərsdən kənara, xüsusiyə hansına? Planlı inkişaf. Dərs forması. Niyə ki? Hə, dərs forması. Dərs forması. Ünsiyyət qurmaq öyrədirik. Ünsiyyəti formalaşdırmaq. O ibtidaidir. İbtidaidir. Sadə hərəki bacarıq və vərdişlərin formalaşması. O da İbtidaidədir o da. Bu da ibtidaidədir, qəşəng. Yaxşı. Hərəkətlərin icrasından idman növlərinin texnik fəaliyyətinin əlverişli üsullarına yiyələnmə. Üsullarına yiyələnmə. Bax, sadə üsulları harda verirdi? İbtidaidə verir. Əlverişli üsulları, yəni daha yaxşı hansıdır onu öyrədirik. Harda olar? Ümumidə deyil o. Qəşəng ümumidədir. Əla, yaxşıdır.